Bəziləri şikayətlənir ki, yaşım artdıqca səbirsiz oluram, mən nə edim, necə özümü düzəldim. Əvvəla bu düzdür ki, insan yaşlaşdıqca, yaşı artdıqca onun əsəbləri də korlanır, əsəbləri də daha da pisləşir. Səbəb də həm orada dini cəhət var, həm də tibbi cəhətdən səbəb var. Tibbi cəhətdən səbəb odur ki, insanın yaşı artdıqca onun damarların mənfəzi, yəni qanın keçid mənfəzi daralır. Və bu da tibbi göstəricilərə görə əsəbə və digər xəstəliklərə aparıb çıxara bilir. Onun ilə ilk olaraq insanda əgər belə bir hal varsa, yaxşı olar ki, bir özünü həkimə göstərsin və tədavi alsın. O ki, qalacaq ki, dini cəhətdən onun yaş artdıqca səbirsizlənməyi, bəli, bu da isbatlanıb ki, yəni yaşlı adamlar hamısına şamil deyil, bəziləri var ki, onlar səbirsizlik yaranır. Bunun üçün onlara tövsiyə odur ki, daha çox Quran oxusunlar, daha çox zikirlər eləsinlər, istiğfar eləsinlər və bəzi şeylər ki var, yəni ona ümumiyyətlə önəm verməsinlər, onu özlərində eşitməsinlər o məsələləri. Məsələn, bizim yaşlı insanların çoxun əsəbləşməyinə səbəb nə olur? Məsələn, baxırsan ki, yaşlı nənədir, babadır artıq, bunlar artıq evlərində, o tip nəvələrlə oynayan vaxtıdır. Amma hələ bu yaşına qədər də hələ də oğlunun, qızının problemini dərin çəkir. Ay oğlum kreditə düşdü, ay qızım belə oldu, qızımın ailəsi belə oldu, nə falan belə oldu, nəvəsinin dərdini çəkir, onun belə xəstəliyi oldu, belə problem oldu. Yəni bunlar yaşlı olaraq əslində hamı bunlara gün güzaran ağlamalıdır. Amma əksinə görürsən ki, bu yaşlılar, bu yaşlı vaxtında onlar başqalar üçün gün güzaran ağlı və bu da onların tədricən səbirsizliyinə gətirib çıxarır. Ona görə həm zikirlərə fikir versinlər, çoxlu Quran oxusunlar, boş vaxtları məsciddə gedirsinlər, ibadətdə keçirsinlər. Və həmçində çox məsələlər var ki, onlara ümumiyyətlə önəmsəməsinlər, ona fikir verməsinlər. Yəni, fikirlərinin qabağına yönəltməsinlər, əsaslaşdırılmasınlar ki, bu belə olmalıdır, bu niyə olmalıdır, niyə filan kəsin işi cəmədə neynəmədi? Əlhəmdülillah, buraxın öz valideynlərinə, öz yiyələrinə, öz sahiblərinə, amma yaşlı vaxtlarında isə bunlar yəni çalışsınlar, özlərinin sağlamlıqlarını fikirləşsinlər, daha çox Quran oxusunlar, daha çox zikirlər eləsinlər və qeyd elədiyiniz kimi çox məsələlər var ki, onları önəmsəməsinlər. Yəni onlara fikir verməsinlər. Onların o fikirlərə, problemlərə öz qəlblərində, zehinlərində yer ayırmasınlar. Çünki onların o yaşı deyil ki, onlar otursunlar, fikirləşsinlər. Zaten bunlar müəyyən çətinliklərdən keçiblər, müəyyən periodlardan keçiblər, müəyyən sıxıntılardan keçiblər. İndi artıq yaşlaşıblar, artıq onların oturub dincələn vaxtıdır, zikir eləyən vaxtıdır, Quran oxuyan vaxtlardır, məsciddə gedib cəmaət namazında iştirak eləyən vaxtlardır. Amma bunlar da bu dərdə salmaq təbii ki, bunların da sıxıntıların problemini artırır. Ona görə insan çalışsın, daha çox zikirlər eləsin, Quran oxusun, istiğfar eləsin, daha çox ibadətdə özünü məşğul etsin, daha çox Allahı xatırlasın, axirəti xatırlasın. Çünki onun artıq axirət yolçusudur. Artıq 40-dan sonra insanlar artıq axirət yolçuları hesab olunurlar. Yəni bu sələflərdə belə bir qayda var idi. 40-a qədər işləyərlər, çalışarlar, 40-dan sonra artıq özlərini axirət yolçuları adlandırarlar və artıq axirətləri üçün çalışmağa çalışardılar. Ona görə çalışaq biz də yəni buna fikir verək, çox dünyanı dərd eləməyək. Ay nə bilim filan nəvənin belə problemi oldu, filan kəsin belə problemi oldu. Zaten o problemlər var, olacaq və düzələcək də, düzəlməyən də olacaq. Amma bu yaşlı insanlar artıq bunlara fikir verməli deyirlər. Artıq öz sağlamlıqların düşünməlidirlər və öz axirət yolçuluqlarını artıq düşünməlidirlər.